Salam değerli izleyiciler, her vaxtınız xeyir olsun. Bugün sizin için yeni bir sınavın izahatını paylaşacağım. Suallarımıza keçirilək. Sualımıza qeyd edirik ki, Əhpər sazişinin imzalandığı ildə qızılbaşlar. İlk öncə Əhpər sazişinin neçənci ildə olduğunu bilmək lazımdır. Bu 1500-cü ildə baş verib. Bu hadisə ilə bağlı deyir ki, qızılbaşlar Bayandurlu sülaləsinin hakimiyyətinə qəti son qoydular. Xeyr, bu 1503-cü ildə olub. Çaldıran döyüşünün 1514-cü ildə olduğunu götürmürük. Erzincan'da Şirvan'a yürüyüş etmək qərarı aldılar. Doğru cevabımız C variantında verilmişdir. Xorasanı ələ keçirilib 1510-da. Təbrizə yeni dövlətin paytaxtına çeviriblər 1501-ci ildə. Keçirik digər bir sualda. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Vesfaliya sülhünün imzalanması Ağ Qızılgül və Alqızılgül müharibələrin başlaması. Vesfaliya 1648-dir. Ağ Qızılgül müharibəsi isə 1555-dən başlayır, 85-ə qədər davam edir. Tudorların nəticələri, deməli A yanlışdır. Baş ştatların çağırılması 1302, Böyük Yazılar Xartiyası 1215, deməli B də uyğun deyil. Kastiliya və Aragon krallıqların vahid dövlətə birləşməsi, Müqəddəs Roma İmperiyasının əsası qoyulması. Bu 1479-dur. Digər isə 962'dir. Yine de görürük ki uyğunluq deyil. Bu da yanlışdır. Papa 2. Urbanın Clermont'da çıxış etməsi müsəlmanlara qarşı reformasiya hərəkəti. Reformasiya hərəkəti bu Papanın çıxışı 1095'də olub. Reformasiya isə 16-cı əsrin əvvəllərində, bu da uyğun olmaz. Doğru cavabımız Y variantıdır ki, Sələddin Əyyubinin Təbəriyə döyüşünə qələbə qazanması, Qüdsün xaçlarının tabelindən azad edilməsi Y variantı uyğun cavabdır. 33-cü suala gelirik ki, 15-ci əsrin əvvəllərində Təbrizdə əhalinin üsyana qalxmasının səbəbi nə olmuşdur? 15-ci əsrin əvvəllərində Monqol ayanlarının özbaşınalığının artması. Xeyr, bu 15-ci əsrin Monqol ayanları Azərbaycanda deyildi. Ağqoyunlu və Osmanlı müharibələri deməli 15-ci əsrin ikinci yarısından başlayır. Təbriz əhalisinin Xarəzmşahların zülmünə olur 13-cü əsrdə 1225-də Cəlaləddinin. Teymur Əbubəkirin əhalidən əlavə vergi təyin etməsi. Bəli, Teymur Əbubəkirə aid olub. Deməli D uyğun cavabdır. Şirvanşah 1. İbrahim qoşunlarının Təbrizə daxil olması isə bunun nəticəsidir. Buna görə üsyanın qalxmasının səbəbi soruşursa, Teymurlərin üsyanı, Teymurlərin narazılıq vardı. Ona görə də D variantını uyğun cavab kimi götürürük. 34-cü sualda Sacilər və Monqollar arasında ortaq cəhət Abbasi xilafətin qoşunları üzərində qələbə qazanması. Götürə bilərik. Məsələn, bunu Sacilərdə 917, Abbasilərdə 1258 götürürük. Deməli, Samanilərə qarşı mübarizə aparması, Monqollar Samanilərə qarşı mübarizə aparması, Sacilər aparıblar, doğrudur. Marağa şəhərində yeni dövlət qurmaları, bəli. Məsələn, deyək ki, Hülakilər dövlətinin paytaxtı Marağa şəhəri olmuşdur, doğrudur. Xəzər dənizə hərbi donanma olmayıb, ona görə də götürmürük. Deməli, burada sualın doğru cavabı 1 ilə 3, yəni B variantı qalır. Digər bir sualda Amasya və Qəsr-i-Şirin sülh müqavilələrini əsasən. Amasya olub 1555, Qəsr-i-Şirin müqaviləsi isə 1639-cu ildə olduğuna görə bunlara əsasən Ərəb İraqı Osmanlı dövlətinin tərkibində qaldı. Deməli, bəli, buna doğru cavabımız elə A variantıdır. Ərəb İraqı qalıb. Şirvanşahlar dövləti Səfəvilərdən asılı vəziyyətə düşdü. Bu 1060 Səfəvilərdən asılı vəziyyətə düşdü. Bu ola bilməz. Səfəvi Şeybani qarşı durulması ilə əlaqəsi yoxdur. Amasya sülhü bundan heç bir əlaqəsi yoxdur. Ruslarla məxsus müdafiə qalaları dağıtmadı. Bu 2. Abbasın dövrünə aiddir. 1. Abbas İrəvanı öz hakimiyyəti altında saxladı. Bu yanlışdır. Elə burada A variantı uyğundur. Həm də Qəsr-i-Şirin 1. Abbasın dövründə deyil, Şah Səfinin dövründə imzalanıb. Yəni 35-də A variantı uyğundur. 36-cı suala baxsaq. Deyir ki, Əhməd xan 1480-ci ildə Moskva knyazlığı üzərinə yürüş etdi. Uqra-Çayı sahilində birləşmiş Rus knyazlıları ilə qarşılaşan Əhməd xan onlarla toqquşmadan çəkindi. Tarixdə Uqra görüşü adlanan hadisə deməli deyir ki, hadisələr nəticəsində Moskva knyazının qızı ordudan vasallıqlarına son qoyuldu. Mətndə əsasən Əhməd xanın məqsədini müəyyən edin. Təbii ki, Qızıl Ordu dövlətini yenidən asılı vəziyyətə salmaq idi.
Daha doğrusu Moskva knyazlığının tərkibinə yenidən birləşdirmə idi. Böyük Monqol imperiyasının deyil, Qızıl Ordunundur. Bu səhvdir. Düzü nüfuzunu daha da möhkəmləndirmək, paytaxtı Qaraqorum olan Rus knyazlarının baskılarından xilas etmək səhvdir. Qızıl Ordu itirmiş qüdrətini bərpa etmək. Əslində itirmiş qüdrətini bərpa etmək üçündür. D variantı uyğun cavabdır. 37-ci sualda qeyd edilir ki, Eneolit dövründə insanların metalla tanışdığına nə təsir göstərmişdi? Hər bir şey bu dövrdə deyil. Əsasən Tunc dövründən başlayır. Şərq ölkələrinin ticarət əlaqələri burada metalla tanışdığına aid deyil. Gil qablar düzələn ustaların yüksək istilik əldə etməyi öyrənmələri. Sənətkarlığın başqa sahələrə ayrılması bu Orta Tunca aiddir. Əkinçilik üçün dəmirdən istifadə əsasən 7-ci əsrdən başlayır. Deməli elə C variantı uyğun cavab olar. 38-ci sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Burada şəhərləri göstərib şəhərlərin adlarını bilmək lazımdır. 1-də Gəncədir, 2-də Naxçıvan, 3-də isə Təbriz şəhəri göstərilib. Ağqoyunlu bəyliyin əsası Diyarbəkirdə qoyulub. Ona görə də biz burada biri A variantı heç birinə aid etmirik, A-nı götürmürük. 12-ci əsrin 30-cu illərində zəlzələ nəticəsində dağıntılara məruz qalması. Bu da təbii ki, Gəncə şəhərindən söhbət gedir. Yəni, Ağqoyunlu bəyliyi heç birinə getmədi. Gəncə B birə aid olar. Eldənizlər dövlətinin ilk paytaxtı olması. Eldənizlər dövlətinin ilk paytaxtı Naxçıvan olub. Ona görə də C 2-yə aid olar. Sənətkar bəndlərin başçılığı üsyanı Gəncədə baş verib. Yenə bir də B-dir. Şəmsəddin Tuğrayinin rəhbərliyi Monqollara qarşı mübarizə aparıb. Bu da Təbriz ərazisi olub. Deməli, uyğun cavabımız olur. 1-də B-dir, 2-də C, 3-də Y. 1-də oldu. B-dir, 2-də C, 3-də Y. Uyğun cavabımız Y variantında verilmişdir. 38-ci suala baxdıq və növbəti 39-cu suala baxaq. Burada qeyd edilir ki, Qara Yusif və Şirvanşah 1-ci İbrahim Slavyan baskınlarına qarşı mübarizə aparmayıblar. Xeyr, bu yanlışdır. Teymurlər üzərində qələbə qazanmışlar. Bəli, elə doğru cavabımız B variantında. Nəyə əsasən bu cavabı götürdük? Məsələn, Qara Yusif Şəmbi Qazan döyüşlərini və yaxud Sədud döyüşünü, Şirvanşah 1-ci İbrahim isə Kür sahilinə olan döyüşü misal olaraq göstərmək olar. Buna görə B variantı uyğundur. Diğer 40-cı sualda qeyd edilir ki, uyğunluğu müəyyən edin. Səlcuq Sultanı 1-ci Məlikşah daxili və xarici siyasətdir. Paytaxtı İsfahana köçürmüşdü. Bəli, bu daxili siyasətdir, inzibati islahatdır. Mərq Oltayı Məlikşaha aid deyil. Qoşun başçılarını Ziyamət adlanır. Ziyamət Osmanlıdadır, götürmürük. Tacirlərin bəzi rüsumlardan azad edilməsi var, doğrudur. Xaricisi, Malazgirt döyüşündə, Malazgirt döyüşü Alparslan dövründə baş verib. Qaraxanların asılı vəziyyətə salması var. Şadadilər dövlətinin süquta uğradılması var. Xorasanın tamamilə ələ keçirməsi yanlışdır. Deməli, 1-də AD, 2-də isə BC, doğru cavabımız A variantında göstərilmişdir. 41-ci sualda xəlifə Əli tərəfindən qadağan edilmişdir. Təbii ki, becərilməyən torpaqlardan xarac alınması uyğun cavabımız elə burada C variantında uyğun götürülüb. 42-ci sualda Manna hökmdarı Aşerinin Assuriyaya qarşı mübarizədə uğursuzluğunun səbəbi Vavuş döyüşü bu Azanın dövründədir. Urartu ilə bağlılığı yoxdur. Aşerin dövrü Urartu deyil. Şu anda Hıldurduqqa üsyanı Mannaya, İranzuya aiddir. İskitlərin, Assuriya hökmdarının İskitlərin bir tərəfliyə nail olmasıdır, bəli. Çünki əvvəl müttəfiq idilər, sonradan bir tərəfliyin qorub saxlamağına. Deməli, Assuriya mübarizə uğursuzluğunun səbəbi məhz bu idi. Digər 43-cü sualda daha sonra baş vermişdi. Granada əmirliyinin süqut etməsi 1492. Roma 1-ci Otto'nun Roma İmperatoru erməsi 962. Augsburg 1555. İngiltərədə 2 dəfə olaraq parlamenti 1265. Kresi döyüşü isə 1346-cı ildə olduğu üçün daha sonra baş verdiğini qeyd edilirsə, elə burada Augsburg sazişi daha sonra baş verən hadisədir. Uyğun cavabımız C variantında verilmiştir. 44-cü suala baxırıq. 44-cü sualda qeyd edilir ki, 14-cü yüzillikdə Azərbaycan mədəniyyətinə aid deyil. Fəzl Rəşidəddin Camiyyət Təbarixi göstərmək olar. Marağac Rəsədxanası da var idi. Əlişah məscidi Təbrizdə mövcuddur. Yusuf ibn Əhmədin bədii kasa hazırlaması
Bu 1319-cu ildə aiddir. 1319-cu il 14-cü əsrə aiddir. Sonra Qazan xan əmri Mahmudabad şəhərinin salınması. Qazan xanın ümumiyyətlə hakimiyyət illəri 1295-1304, Camiət Təvarix əsərinin yazılması, Maraqarası Əlişah məscidinin inşa edilməsi, İbn Əhmədin bədi kəsə hazırlanması. Deməli, 14-cü əsrə aid Camiət Təvarix. Fəzlur Rəşidəddin deməli, Camiət Təvarix əsərinin yazması ilə ola bilər. Çünki bir dəqiqə diqqətlə baxaq. Marağa Rəsədxanası ilə 14-cü yüzilliyə aid deyil deyir. Marağa Rəsədxanasının əsasının qoyulması bu 1259 olduğuna görə elə doğru cavabımız B variantında verilib. Yəni B 14-cü əsrə aid deyil, 13-cü əsrə aiddir. Digərləri isə aiddir. Yəni Camiət Təvarix, sonra Əlişah məscidi İbn Əhmədin bədi kəsə hazırlanması, Qazan xanın Mahmudabad şəhərinin saldırılması. Burada ilə Marağa Rəsədxanası 13-cü əsrə aid olduğu üçün o cavab götürdü. 45-ci sualda 1-ci Göytürk dövlətinin Xəzər xaqanlığı ilə ortaq cəhət Qaraxandan fərqli cəhətlərinə aiddir. Ərəb qoşunları tərəfindən Ərəb qoşunları üzərinə qələbə. Bu 1-ci Göytürkdə aid deyil. Sasanilərə qarşı mübarizə. Bəli, Xəzərlər də aparıb, 1-ci Göytürkdə aparıb, Qaraxanlı dövlətindən fərqli. Elə B variantı uyğundur. Digər variantlara baxırıq. Çinin asılı alasan 1-ci Göytürkdür. Xəzər xaqanlığı deyil. Samanilər dövlətinin arasını bölüşdürməsi Qaraxanlıya aiddir. Aşinə soyuna mənsub olan 1-ci Göytürk Qaraxanlıya oxşar cəhətdə ilə B uyğun cavab olur 45-də. Və 46-cı suala baxırıq. Burada qeyd edilir ki, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Samur çayı çayına döyüş 1460-cı ildə baş verib. Burada məğlub olan, yəni Qaraqoyunlularla Şirvanşahların Qızılbaşlara qarşı birləşməsidir. Yəni 1460-cı ildə baş verən döyüşdür. Burada ardıcıl ilə gedək baxaq. Ağqoyunlu Rüstəm Paşanın qoşunlarının qələbə qazanması Şəməsi döyüşüdür. Yəni Sultanəli üzərinə qələbə qazanmışdır 1494. A gedir 3-ə. Şeyx Heydərin ölülməsi Şahdağ döyüşündədir 1488-ci ildə. Deməli, Ağqoyunlularla Şirvanşahların birləşmiş qüvvələri tərəfindən Qaraqoyunlu və Şirvanşahların Qızılbaşlara qarşı birləşməsi bu Samur çayçarının döyüşdür. Səfəvilərin məğlubiyyətə uğradılması. Yəni Samur, Şahdağ, Şəməsi bunlar üçün ortaq cəhətdir. Hər birində Səfəvilər məğlubiyyətə uğrayıb. Ağqoyunların Şirvanşah Fərrux Yasara kömək etməsi. Bunda da Ağqoyunların Şirvanşah Fərrux Yasara, bu da Şahdağ döyüşündə olsun. Y bəndi 2-yə aid etdik. Deməli 1-də C olur, 2-də B-Y, 3-də A, 4-də isə D variantı uyğun cavabımız olur. Deməli D variantı uyğun cavab olur. Növbəti 47-ci suala baxsaq, deməli 47-ci sualda burada qeyd edilir ki, Qızıl Arslanın Şirvana yürüş etməkdə məqsədi nə idi? Burada qeyd edilir ki, Şirvanşah 3-cü Mənücöhrün Eldənizlərə illik bac ödəməyə məcbur salmaq. Xeyr. Burada 3-cü Mənücöhrdən sonra gəlib hakimiyyətə əslində. Bu yanlışdır. Şamaxını Slavyanların talanlarına xilas etmək bu da məqsəd deyildi. Dərbəndilər sülaləsi deyildi, Kəsranilər idi. Gözləri Şirvan hökmdarına kömək etmədə yanlışdır. Burada 1-ci Axislərin müstəqil xarici siyasət etməsidir. Y variantı uyğun cavabdır. Digər bir sualda deyir ki, verilən hər iki hadisənin aid olduğu dövlətləri müəyyən edin. 3-cü Xaçı yürüşünün baş vermiş kilsə reformasiyasının baş verilməsi. Kilsədə reformasiya 3-cü Xaç yürüşündə iştirak etmişdi. Kilsə reformasiyası. Reformasiya baş verib İngiltərədə, baş verib deməli Almaniyada. Bir də 3-cü Xaç yürüşündə bunlar iştirak edibdi. Almaniya, İngiltərə, bir də Fransa idi. 2, 3, 4 olar. Burada elə B variantı uyğun cavab olar. Xəritədə də görürsünüz. Digər bir sualda deyir ki, Hülaki xandan fərqli olaraq Qaraqoyunlu Cahanşah mərkəzləşmiş dövlətin əsasını qoymuşlar. Hülakilər mərkəzləşmiş dövləti yaradıblar. Qızıl Ordu ilə Cahanşahın heç bir əlaqəsi yox idi. Hakimiyyəti otaq arxalarına möhkəmlənməyə çalışırdı. Deməli, cavab elə 3-dür. Bir də Osmanlı dövlətinin dostluq əlaqələri 3-4 Y variantında doğru cavab göstərilib. 50-ci sualda 1510-cu ildə Şah 1-ci İsmail Portuqaliya ilə əlaqə saxladı. O, Hind okeanı və İran körfəzi vasitəsilə qərbdən odlu silah
və artilleriya mütəxəssisləri gətirməyə çalışdı. Bu məqsədə çatmaq üçün Portuqaliyanın Hörmüz limanını ələ keçirməsinə mane olmadı. İsmail nəticəsində Portuqaliya Səfəvi qoşunlarının ordu silah təmin xeyir etmədi. Hind okeanı çıxış yolu bağlandı. Bəli, B variantı uyğun cavabdır. Deməli 50-ci sualda və növbəti 51-ci suala baxsaq, burada qeyd edilir ki, Ağqoyunlu və Osmanlı münasibətləri ilə bağlı uyğun fikirləri müəyyən edin. Malatya döyüşündə Ağqoyunların məğlubiyyətə uğranması. Malatyada Ağqoyunlar məğlubiyyətə uğranmayıb, yanlışdır bu. Uzun Həsənin Osmanlı əleyhinə Venetsiya ilə hərbi ittifaqa girməsi doğrudur bu. 1472-ci ildə olub. Sultan Yaqubun Osmanlı Sultanına dostluq əlaqələr saxlanması. Bəli, 2-ci Bəyaziddən dostluq əlaqələr saxlayıb. Yanlışdır. Deməli, Sarı Xatun Sultan 2-ci Mehmedlə danışıqları aparması. Bu doğrudur. Yəni, burada yanlış istəyir. Əhpər sülhü Ağqoyunu Osmanlı müharibəsinin başlanması. Xeyr, Ağqoyunun parçalanmasıdır. Osmanlı qoşunlarının Otluqbeli döyüşündə qələbə qazanması. Otluqbelidə bəli qələbə qazanıblar. Deməli, Əhpər sülhü Ağqoyunu Osmanlı müharibəsinin başlanması bu yanlışdır. Bunu doğru götürəcəyik. Saray Xatunun Sultan II danışıqla başlayıb Osmanlı qoşunlarının Otluqbeli döyüşündə qələbə qazanması doğrudur. Bizdə isə yanlış istəyir. Deməli, burada 2, 3, 5 doğru cavab olur. C variantında verilib. Digər suala 30 illik müharibə səbəb oldu. İngiltərə və Fransa arasında Flandriya uğruru rəqabət. Bu 100 illik müharibədir. 4-cü Filip ilə bağlı deyil bu. Əlaqəsi yoxdur. Çünki 14-cü əsrdə yaşayıb, deməli 13-14-cü əsrlərdə 30 illik müharibə isə 1618-17-ci əsrdən söhbət gedir. İngiltərədəki feodal qrupu Al-Qızılgül, Al-Qızılgül müharibələridir. Dini müharibə idi. Katoliklər, protestantlar arasında mübarizə uyğun cavabımız dedi. Thomas Münser'in başçılığı kəndi üsyanı bu dövrdə olmayıb. Yəni 1524-də baş verib. Aidli yoxdur. D variantı düzdür. 53-cü sualda Qaraqoyunlu və Ağqoyunlu dövlətləri arasında ortaq xüsusiyyət. Hərbi xidmət müqabilində soyurqal adlanan irsi torpaq paylanması doğrudur. Avropa ölkələri diplomatik əlaqələr Ağqoyunlulara aiddir. Azərbaycan torpaqları cəlairlərin tabeilə xilas edilməsi də Qaraqoyunlulara aiddir. Türkmən soyuna mənsub olmalar. Deməli 1-4 uyğundur. Digər bir sualda Xaçlı ordusunun Konstantinopolu yönəlməsinə təsir göstərən amillər. Deməli, Venetsiyanın Bizansla rəqabət aparması 1-dir. Katolik patriarxanın düşmənçiliyi səhvdir. İmperator Roma papasının yardım istəməsi də uyğun deyil. Bu elə birinci qaçış səbəb oldu. Səlcuqların Bizans torpaqlarına hücumu. Yenə baxaq, Bizans imperatorunun Roma papasından kömək istəməsi bu xaç yürüşünə səbəb olur. Lakin bu Konstantinopola yönəlməsinə təsir edir. Səlcuqların Bizans torpaqlarına hücumu. Yox, bu Səlcuqlarla bağlılığı olmaz. Elə Katolik kilsəsinin patriarxla düşmənçiliyi olar. Çünki burada Bizans İmperator Roma papasından yardım istənməsi bu birinci xaç yürüşünə gətirib çıxardır. Səlcuqlarla bağlılığı da deyil. Burada Katolikin kilsəsinin patriarxla düşmənçiliyi ola bilər. Çünki burada artıq kilsəyə hücum eləyir. Buna görə 1-2-ni uyğun cavab kimi götürdük 54-cü sualda və növbəti 55-ci suala baxsaq. 55-ci sualda qeyd edilir ki, deməli, İngiltərədə reformasiya nəticəsində kilsə dövlətə tabe edildi. Kilsə dövlətə tabe edildi, doğrudur, reformasiya nəticəsində. Respublika hakimiyyəti yaradıldı, xeyr bu deyil. Puritanlar meydana gəldi. Kral kilsənin başçısı elan oldu, düzdür. Puritan kilsəsi sonradan Anglikan kilsəsi olmuşdu, 3-ü götürmürük. Parlament fəaliyyətini dayandırdı, yanlışdır. Elə bu da 1-lə 4 uyğundur. Digər isə xronoloji ardıcılı müəyyən edin. Mərqo döyüşündə qələbə qazanması Səfəvilərin Mərv döyüşü. Səfəvilər 1510-cu illədir. Ağqoyun dövlətinin meydanı 1468, Dərbəndilər 1382-də yaranıb. Toxtamış xan hücumu 1386-dır. Deməli, əvvəl olmalı Dərbəndilər sülaləsi, yəni 3. Sonra 4 olmalıdır 1485-də Toxtamış xan yürüşü. Sonra Ağqoyun dövləti meydana gəlməsi 2 olmalıdır və 1, 3, 4, 2, 1 olmalıdır. Digər bir sualda Makedoniya və Roma işğalları burada uyğun olaraq qeyd edirik. Çin torpaqlarının hərbi yürüyüş bunların heç birinə aid deyil. Əhəməni ordusunun məğlubiyyətə uğranması. Əhəməni ordusunun deməli məğlub olması
Makedoniya işğalları səhvdir bu. Olmaz. Makedoniya ola bilər, bəli. Əhəməni ordusunun Makedoniya İskəndərə aid götürmək olar. Deməli, B 1-ə aid olar. Karfagenin ələ keçirməsi Roma işğalı iləndir. Parfiya dövləti ilə müharibə aparan yenə də Makedoniya olmaz. Romadır bu. Və bir də Hindistanın qərbini tabe edən isə Makedoniyadır. Deməli, bir də B-yə, 2-də C-də uyğun cavab olacaqdır. Digər bir suala baxsaq, sizə təqdim olunmuş mənbəni diqqətlə oxuyun və buradakı vermiş məlumatlardan istifadə edərək aşağıdakı tapşırıqları cavab kağızına yerinə yetirin. Vandalara qarşı mübarizə, Karfagen ələ keçirərək demək olar ki, burada deyir ki, İtaliya uğruna gedən Prokopinin təsvirində daha mürəkkəb və dağıcı xarakter daşıyır. Oskotlara qarşı mübarizəni davam edən ölkənin viran qoyan ağır mübarizəsi ki təqdim edir. Şərqdə farslarla mübarizə isə qəti qələbə, nə də davam sülh gətirdi. Müharibə yalnız bitib tükənməyən xərclərə səbəb oldu. Böyük məbləğlərlə satın alındı. Çünki imperator hər iki xərc ödəməyə razı oldu. Bu təbii ki, Justiniandan söhbət gedir. O da qeyd edilir ki, tarixi biliklərə əsasən Bizans imperatorunun hərbi güclərinin əsas məqsədini təbii ki Roma imperiyasının əlavəki bütövlüyünü bərpa etmək idi. Oskotlara qarşı mübarizə nəticəsində hansı ərazi Bizans dövlətinin tərkibinə keçdi? Yəqin ki, İtaliya ərazisi olar Oskotlarla mübarizədə. Mənbənin sonunda verilmiş tarixi əsasında İmperator Justinianın sülh müqaviləsi imzaladığı dövlətin adı, bu da Sasanilərdir. Sasanilər olacaqdır. Diqqətiniz üçün təşəkkür edirik.